Elm və Təhsil Nazirliyinin və COP29 sədrliyinin dəstəyi STEAM Azərbaycan layihəsinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Yaşıl STEAM Azərbaycan festivalı yekunlaşıb. Naxçıvan məktəbliləri festivalın qalibi olublar. Bizim komanda üzvlərin mentor olduğum komandanın 3 üzvü var, bildiyimiz kimi. Hər üçü bizim ötən ilki şagirdlərimizdir. STEAM-də dron ixtisası üzrə dərnəyimizdə təhsil alıblar və aldıqları təhsil nəticəsində də əsas səbəb kimi göstərmək olar ki, aldıqları yaxşı təhsilə görə bizim STEAM Azərbaycan Festivalı 2024-cü ildə beynəlxalq yarışmada uğurla təmsil etdilər və rəhbərliyin etdiyim komanda birinci yerə layiq görüldü. Griffin komandası üzvləri Nadir Məmmədli, Nicat Babaverdiyev, Uğur Quluzadə festivalda Flight Tech kateqoriyası üzrə hazırladıqları dronla verilmiş tapşırıqları uğurla yerinə yetiriblər. Mən Məmmədli Nadir, Babək şəhər 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdiyəm. Biz STEAM Azərbaycan Festivalı 2024-ün birinci yerinin sahibləriyik. Demək, biz bir neçə ay əvvəl bu yarışmaya qeydiyyatdan keçmişik, Kazım müəllimin rəhbərliyi ilə keçmişik və artıq dronumuzu hazırlamağa başlamışdıq o vaxtdan. Təxmini 1-2 ay əvvəl bizə təsdiq mesajı gəldi və biz dronumuzun üzərində daha çox çalışdıq. Yarışa bir neçə həftə qalırdı və biz bu hazırlıqlarımızı daha da gücləndirdik. Gecə-gec saatlara kimi burada hazırlıqlarımıza davam edirdik. Mən Babaverdiyev Nicat, Naxçıvan Qarnizon tam orta məktəbinin 8-ci sinif şagirdiyəm. Yarışda əsasən simulyator mərhələsi vardı və real uçuş mərhələsi vardı. Simulyatorda biz birinci iştirak elədik, uçurduq və orada mən 13.8 saniyə etdim. Ondan sonra isə real uçuş başladı və burada da yoldaşım Nadir isə 35 xal toplayaraq birinci mərhələdə başa vurduq. Ondan sonra isə ikinci və üçüncü mərhələdə yenə eyni olaraq mən 13.70 saniyə edərək simulyatorda birinci oldum və bundan əlavə də nadirdir ki, real uçuşda əsasən 135 xal toplayaraq bizi birinciliyə sürüklədi. Mən Quluzadə Uğur, Naxçıvan şəhər Qarnizon tam orta məktəbinin 8-ci sinif şagirdiyəm. Bir neçə xətalar baş verdi və dronumuz yerə düşdü və mən də dərhal ona müdaxilə edərək getdim, dron texniki nasazlığını aradan qaldırdım. Bu ilki festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçısı qatılıb və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və Amerika Birləşmiş Ştatları da daxil olmaqla 15 ölkəni təmsil edib. Mübarizəmiz həddindən artıq çətin oldu, çünki ötən illərə nəzərən bu ilki STEAM Azərbaycan Festivalı daha böyük ərazini əhatə edirdi. Ümumilikdə 23 komanda arasında mübarizə aparılmışdı. Mübarizə nəticəsində də dron üzərində apardığımız təkmilləşmə işlərinə əsasən ötən ilki səhvlərimizi, dronda çatışmayan hissələri təkmilləşdirdiyimizə görə dronumuz sahədə özünü yaxşı göstərdi. Pilotumuz dronu daha rahat idarə edə bilirdi. Naxçıvana qızıl medalı gətirmək, Naxçıvana uğurla qayıtmaq bizim həddindən artıq böyük qürur mənbəyimizdir. Qeyd edək ki, festivalın əsas məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsil alanlar arasında 21-ci əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsil alanların aşkara çıxarılmasıdır. Eyni zamanda ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yolları və layihələrin hazırlanmasını təşviq etməkdir. Sacidə Hüseynova, Rahib Babayev, NTV Xəbər.